Uşaqları göz dəymədən qorumaq üçün nələrə diqqət etməliyik? Ümumiyyətlə, nə baş verir çox vaxt insanda dəyişiklik, o gözdən olur. Bizdə düzdür, bəzi qardaşlar olur, bilsin, səhvliyirlər, fikirləşirlər ki, cindir və ya cadudur və s. Yox. Çox vaxtı göz dəyir. Gözdən də qorunmaq üçün ən birinci Allaha dua eləmək. Lakin sən göz dəyəndə də narahat olma. Ruqiyyə ilə özvə, yəni ruqiyyə nədir? Quranla müalicə. Və ya məsələn uşaqlara göz çox deyir. Xüsusən körpə olanda. Ona görə məsələn əli qoy başının üstə oxu məsələn adi Fatihə surəsini və ya Qurandan nə bilirsən. O bəs eləyir. Belə yavaş-yavaş keçər. Yəni lazım deyil onun üzərində dayanmaq, qorxmaq. Bəli, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurub ki, göz dəymək haqqdır. Yəni var. Amma elhamdülillah əlacı var Qurani-Kərim. Allah Taala vəsf edir Quranı. Vəsflərindən biri odur ki, möminlərə şəfadır. Göz buncuğu asmaq və ya qaşıq asmaq boynundan, qazan, cürbəcür şeylər, tikan, maşına qoyurlar, evlərə at nalı, çani, qəfədan və ya başqa cür İslamda elə şeylər yoxdur. Ola bilər, hansısa dinlərdən gələn adətlər də olar. İslamda belədir ki, hər şey Allah Taala əlindədir, ona görə ona müraciət elə, çaniyə yox. Ona müraciət eləyirsən, vəssalam, tikana yox.